Kızlar, bugünkü videoda burada gördüğünüz bütün məhsulları göstereceğim size. Dodaq boyaları, karandaşlar, tuşlar, dodaq balzamları, daha sonra tint, gloss ve digər məhsulların hər birini göstereceğim. Başlayaq dodaq boyalarımızdan. Faberlikin bu seriyasından məndə tam 4 ədəddir. 4 fərqli renk. Hal-hazırda istifadə etdiyim bu renklərdir və qızlar, bu pomada dodaqda mat görünüş yaradır. Sanki mat dodaq boyası istifadə etmiş kimi, amma qətiyyən mat hissiyatı vermir dodaqda. Krem kimi hiss edirsiniz, çox gözəldir, qoxusu mükəmməldir və ən əsası isə dodaqda yapışqanlıq hissi yaratmır. Depoda çox renklər var, zövqünüzə uyğun renkləri tapa bilərsiniz. Keçək digər dodaq boyamıza. Bu dodaq boyamız Love seriyasından olan bu məşhur dodaq boyamızdır. Bu dodaq boyamız xüsusən də qoxusu ilə yaddaşlarda qalır. Çox gözəl qoxusu var. Çox zərif teksturası var. İpək kimi hiss olunur. Qoxusu isə mənim götürdüyüm rəngi vişnə qoxusu verir. Çox gözəldir. Hətta indi ağzını açdım. Həmən otaqda bir vişnə qoxusu yaranır. Yəni çox gözəldir. Və bir şey də qeyd edeyim ki, mən əminəm ki, bu dodaq boyasını alıb ilk dəfə istifadə edən xanımlar bu dodaq boyasının davamlı istifadəsinə çevriləcək. Keçək digər dodaq boyalarımıza. Bu dodaq boyaları isə Glam Color seriyasından. Mən bu iki rəngini istifadə edirəm və bu dodaq boyaları daha çox nəmləndirir, qidalandırır və zərif görünüş bəxş edir. Yüngül, parlaq bir finişi var, çox gözəldir, zərifdir. Yenə digərləri kimi dodaqda yapışqanlıq hissi buraxmır. Keçək indi digər dodaq boyamıza. Bu isə maqnitli, qapaqlı olan dodaq boyamızdır. Mən belə bir nude rəngini almışam. Qızlar, videoda rəngi belə necə deyim, çox şit görünə bilər, amma qətiyyən elə deyil. Mat finişi var. Dodaqda ağırlıq hiss etdirmir. Bu Kirşanlı dodaq boyamızdır. Hansı məhsulun artikulu sizdən maraqlı olsa yazarsınız. Və sonuncu dodaq boyamıza keçək. Bu isə ən çox sevdiyim Eden Garden seriyasındandır. Çox zərifdir. Kiçik boyu ilə mənim marağımı cəlb edib. Çox gözəl rəngi var. Bunun hətta sınıyaraq sizə göstərmək istəyirəm. Necə bir finişi var. Çox zərifdir məncə. Gündəlik demək olar ki, mən bunu istifadə edirəm. Heç bitməyini istəmirəm. Ona görə fikrimdə var ki, bunu stoklayacağam. Mütləq bir ədəddə bundan sifariş edəcəm. Keçək glosslara. Gördüyünüz kimi bu yeni gələn glossumuzdur. Brloku məni çox cəlb etmişdi. Ona görə sifariş etdim. Məndə olan ən açıq rəngdə olandı mənim götürdüyüm. Burada sizə göstərəcəm. Baxın belə. Limon qoxusu evi bürüyür yəni. Və içərisində çox gözəl zərlər var. Bilmirəm videoda nə dərəcədə görünür. Ən çox dodaqda daha çox bilinir, amma belə dodaqda göstərə bilməyəcəm hal-hazırda sizə. İçərisində xırda və çəhrayı tonlu, yaşıl, mavi tonlu zərlər var. Yəni çox gözəl görüntü verir. Hal-hazırda videoda heç o effekti ala bilmirəm. Çox gözəldir yəni. Brlokuna isə aşiq oldum. Zərifdir bir sözlə. Daha sonra belə Gloss Lips'in 2 tonda belə glossları var məndə. Baxın, belə bir tünd tonda və belə bir yine açıq tonda. Hər ikisini davam olaraq istifadə edirəm. Ümumiyyətlə mənim paylaşdığım, göstərdiyim məhsulların hər birini istifadə edirəm qızlar. Çölə çıxanda çöldə istifadə az etsəm də, yəni evdə mən çox istifadə edirəm bu məhsulları, sevərək istifadə edirəm. Keçid edək, burada belə bir dodaq boyamız var. Bayaq sizə göstərmədim. Məncə bu Low Tender seriyasındandır. Baxın, buradan belə işləyir. Amma istifadə etdiyiniz qədər açmalısınız, yoxsa heyf ola bilər. Baxın belə. Görəcəksiniz indi burada mən elədikcə çıxacaq. Gördünüz? İstifadə etdiyiniz qədər açsanız daha yaxşı olar. Çox gözəl rəng tonu var bunun da. 2 tonu var bunun. Biri belə açıq tondadır. Karandaşla kombo edə bilərsiniz. Biri isə bundan tünd tondaydı. Daha sonra keçiddə qızlar, mən Faberlic'e gələndə özüm üçün aldığım ilk dodaq boyası, ilk gloss bu idi. Artıq bundan gəlmir. Glam Team seriyasındandır. Uzun müddət istifadə edirəm. Teksturasında qətiyyən bir dəyişiklik yoxdur. Qoxusunu itirməyib. Çox gözəl qoxusu var. Teksturası da çox gözəldir. Yapışqanlıq hissi vermir. Gördüyünüz kimi rəngdədir. Daha sonra belə bir dodaq yağı sifariş etmişdim və çox sevdim. Yaxşı ki də sifariş etmişim. Dodaq yağıdır, amma biraz qatı teksturadadır. Həm tək dodağınıza, həm də pomadaların, dodaq boyalarının üzərinə istifadə edə bilərsiniz. Məndə belə bir yağ da var, Eden Garden seriyasından. Bu isə daha biraz axışqan yağdır, belə deyim sizə. Bu dodaq yağı biraz gloss kimidir, amma bu dodaq yağı axıcıdır və ucundakı şarik isə şüşədəndir, deyim sizə. Dodağa tətbiq etdiyiniz zaman dodağa çox gözəl sərinlik verir, şüşə olduğu üçün. Baxın belə. Sevərək istifadə etdiyim məhsulları sizdən paylaşmaq mənim üçün çox sevindiricidir. Baxın. İçərisində zərif gülləri var. Daha sonra Glam Rose seriyasından belə bir volümizer var. Volümizer, yəni dodaqlara həcm vermək üçün bir məhsuldur bu. Dodaq boyalarının üzərindən şəffaf gloss kimi də istifadə edə bilərsiniz. Baxın, belə bir aplikatoru var. Dodaqlara həcm verir. Baxın, belə water tint, yəni su tərkiblidir. Tint gel. Qızlar, bu tint əslində dodaqda belə rəngdə qalmır. Baxın, sizə bura əlimin ucu üstü dolub. Belə bir yerinə tətbiq edəcəm. Görürsünüz necə? Aplikatordakı kimi tünd rəng deyil, belədir. Və birazdan mən bunu siləcəm, sizə göstərəcəm yerində necə rəng qalır. 1-2 dəqiqə keçsin, gəlib göstərəcəm. Qızlar, elə disk pambıqla gözünüzün önündəcə bunu siləcəm. Baxın, yerində necə gözəl rəng tonu qalır. Artıq tam olaraq silindi, yəni qəti şəkildə burada qalıq yoxdur. Bunu isə sadəcə hidrofil yağı çıxardacaq və yaxud da misilyer su çıxardacaq. Digərlərinə baxın. Tam silinir, amma tint qalır. Son olaraq da sizə mat dodaq boyamızı göstərmək istəyirəm.
Baxın, belə bir aplikator var. Çox gözəl qoxusu var. Nəsə məndəkiləri təsadüf olub deyəsən, çox vişnə qoxuludur. Belə bir rəng tonu var. Yəni canlı belə deyil qətiyyən. Videoda çox fərqli düşür rənglər. Biraz quruduqdan sonra isə yəni bu qalır belə. Əlimin üzərindəki olan bütün dodaq boyalarını sildim. Hətta mat olanı belə qurumadan sildim. Amma burada tint qalıb. Görürsüz, yəni tint necə gözəldir. Yəni mən çox sevirəm bunu ki, bir dəfə çəkirsən, silirsən və axşama qədər belə gözəl rəngi qalır. Dodaq balzamlarını göstərim. Deyə bilərsiniz ki, bunlar uşaq üçündür, amma mən çox sevərək istifadə edirəm hər birini. Ola bilər ki, uşaq vaxtı belə məhsulları istəmişəm, ala bilməmişəm, ondan ola bilər, amma hər birini sevərək istifadə edirəm. Yüngül rəng verir bu. Daha sonra Vitamania seriyasından belə qarpızlı yemişli bir dodaq balzamı var. Bunu çox istifadə etmişəm, az qalıb. Daha sonra burada var belə bir Laveli Moment seriyasının dodaq balzamı. Baxın, bunu da çox istifadə etmişəm, az qalıb. Baxın, bu həm dodaq balzamıdır, həm tintdir. Belə gözəl də forması var. Belə. Baxın, şəffaf dodaq balzamıdır. Bunu çəkdiyiniz zaman qətiyyən heç bir hissiyat olmur ki, dodağınızda nəsə var. Bu isə belə görünür, amma bir yüngül, bir balaca rəng verir dodağa. Qaldıqca rəngi biraz daha çox hiss olunur. Daha sonra dondurma şəklində belə bir dodaq balzamı çox istifadə etmişəm. Yəqin ki, baxanda hiss olunur. Və mənim 2 oğlum var, qızım yoxdur. Bunların hər birini özüm istifadə edirəm. Elə bilərsiniz ki, yəni qızım var. Bu isə təəssüfkarlıq depoya gəlmir. Bunu çox sevərək istifadə edirəm. Belə bir qlosdur, çiyələk qoxulu. İçərisində çiyələk şəkillər var. Belə bir daha göstərim sizə. Şəffaf, fazla çəhrayı tonu var və zərlidir. Bu da belə bir dodaq balzamı. Azca bu da rəng verir qızlar. Hara istifadə edeyim görəsiz. Çox az rəng verir. Belə qaldıqca rəngini hiss etmək olur. Görürsüz yəqin ki. Bu zərli deyil. Zər əlimdə qalıb bayaqkı glosdan. Amma bu zərli deyil. Demişdim ki, mən bayaq sizə mənim 2 oğlum var. Və oğlumun hər biri özü üçün belə bir dodaq balzamı istifadə edir. Baxın, altına da bunlar özləri üçün işarə qoyublar ki, hansı hansınındır. Baxın, əsasən mən qışda uşaqlara istifadə etməsinə icazə verirəm. Çünki yayda çox da lazım deyil. Qışda lazımdır bizə. Hava çox sərt keçdiyi üçün. Və qeyd etmək istəyirəm ki, mən bu məhsulları oğlanlarıma süslənmək üçün, makyaj üçün yox, sırf dərman kimi tanıtmışam ki, məhz qışda istifadə etmək lazımdır ki, dodaqlar çatlamasın, çatlayan dodaqlar isə bərpa olsun. Hələlik qızlar və bu hələ son deyil. Yeni videolar gələcək. Gözünüz mütləq qrupumuzda olsun.